Hər birinizi salamlayıram ilk öncə. Mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 4-cü kurs tələbəsiyəm. 565 balla bu fakültəyə qəbul olmuşam. Artıq bitirmək üzrəyəm. İnşallah ki, magistr planlarımla elə Bakı Dövlət Universitetində davam eləmək istəyirəm. Filologiya əslində nədir? Filologiya əslində Azərbaycan dil və ədəbiyyatı mütəxəssisi hesab olunur. Düzünə qalanda mən müəllimliklə filologiyanın ayrılmasına da o qədər, necə deyim, düzgün yanaşmıram. Çünki istər-istəməz filologiyanın özünü də oxuyan, özünü, yəni Azərbaycan dil və ədəbiyyat müəllimliyində oxuyan bir kəs gələcəkdə mütəxəssis ola bilər. Yəni hər ikisi magistr yolu ilə universitetdə də professor kimi işləyə bilər və yaxud da universitetdə müəllim kimi, yəni daha sonra doktorantura üzrə oxuyub fəlsəfə doktoru ola bilər. Sadəcə olaraq bizim bir fərqimiz odur ki, biz universiteti bitirən zaman müəllim kimi fəaliyyət göstərə bilmirik dövlət məktəblərində. Aiddir bu. Yəni özəl məktəblərdə intervyu vasitəsilə, yəni gedib yəni onların xüsusi imtahanı olur ki, biz onları imtahan verərək müəyyən ingilis dil səviyyəmizlə də gedib dərs keçə bilirik. Sadəcə olaraq, yəni yenə düzgün yanaşsaq, hər bir filoloqun da müəllim kimi işləmə hüququ olmalıdır. Çünki başqa universitetlərdə, tutam ki, elə bizim universitetdə kompüter mühəndisliyi oxuyan biri bu gün gedib informatika müəllimi kimi dövlət məktəbində tədris eləyə bilirsə, biz niyə tədris eləməyək? Çünki bu işin biz mütəxəssisiyik. Yəni Azərbaycan dil ədəbiyyatı bilən bir kəs, yəni mən gedib fizika oxumuram ki, gedim Azərbaycan dil ədəbiyyatdan dərs keçim. Mən Azərbaycan dil ədəbiyyatı oxuyuram və bu işin mütəxəssisiyəm. Məndən sadəcə tələb olunur ki, sən pedaqogikanı oxumalısan, universitetdə sən o tədris eləməlisən. İndi isə dövlət məktəblərində işləmək üçün bizdən magistr təhsil tələb olunur. Necə? Biz Azərbaycan dil və ədəbiyyatının tədrisini oxumalıyıq, tədrisi metodikasını. Bu zaman biz 2 il sonra, yəni magistr təhsilindən sonra məktəblərə imtahan verib dövlət məktəblərində işləmək olur artıq. Magistr təhsil tələb olunur. Amma yəni magistr təhsili olmadan da əvvəlki hüququmuzu geri alaraq biz orta məktəblərdə işləmə hüququna malik olmalıyıq. Çünki bizdən yaxşı mütəxəssisi olacağını da düşünmürəm. Çünki Azərbaycan dil ədəbiyyat müəllimliyi oxuyanla bizim keçdiyimiz fənlər arasında da heç bir fərq yoxdur. Sadəcə olaraq iki fərq metodika ilə pedaqogikanın keçirilməsidir. Tamam. Siz dərslərdə oxuduğunuz bu praktiki dərslərin faydasını görürsünüzmü? Biz elə bil ki, 4-cü kursun 1-ci semestrinə qədər biz oluruq universitetdə dərslərimizi keçirik. Yəni Azərbaycan dil ədəbiyyat müəllimliyi ilə filologiya eynidir. Yəni filologiyanın özünü oxuyanlar. Və müəllimliklər göndərirlər məktəblərə. Biz də universitetdə təcrübəyə gedirik. Necə? Həftədə demək olar ki, 3 dəfə, 4 dəfə çağırılırıq və müəyyən təcrübə dərslərimiz olur. Biz orada məsələn indi bitirdik mətnşünaslığı. Mətnşünaslıqda mətnlər üzərində transliterasiya və transkripsiya məsələlərinə əsaslanır və biz onları bitirəndən sonra artıq mətnlər üzərində mütəxəssis kimi işləməyə başladıq. Dədə Qorqud olsun və yaxud da digər orta əsr yazılı abidələri və yaxud yeni əsr yazılı abidələri, onları başladıq oxumağa əski yazı ilə, qədim türk dili ilə ki, artıq biz onları 1-ci kursdan başlamışdıq keçməyə. Əski əlifbanı və qədim türk dilini. Artıq belə deyim də, bizdə təcrübə 1-ci kursdan 4-cü kursa qədər keçdiyimiz fənləri, müəllimlərin bizə tədris etdiyi fənləri, biz onları artıq təcrübə ilə, praktika yolu ilə öyrənirik və üzərində tətbiq edirik ki, Çox üzr istəyirəm. Bunların hər biri universitetdə olur, yoxsa fərqli-fərqli qurumlara da göndərib orada həmin biz folklor təcrübəni institutuna gedirik, mətnşünaslığı, əl yazmalar institutuna getmişik. Artıq hələ də davam etdiyinə görə məsələn bizim təcrübə müəllimlərimiz var ki, onlar bizi müxtəlif yerlərə aparırlar və bizdən məsələn indi folklorşünaslıqdır ki bizdən nümunələr götürməyi, yaşlı nəslin nümayəndələrindən intervyu götürüb artıq onların dilində olan sözləri və yaxud da deyimləri, atalar sözlərini toplayırıq. Yəni tam mütəxəssis kimi də. Ona görə yəni deyə bilmərəm ki, tam göndərirlər harasa, belə gedirik. Amma yəni müəllimlərimiz bizi aparır. Yəni biz o institutu görməliyik ki, biz o yazıları tədqiq etməliyik ki, gələcəkdə də bu işin mütəxəssisi olanda artıq biz bilək. Yəni müəyyən təcrübəmiz olsun. Yəni təcrübə də bundan ötrüdür. Artıq məsələn bizdə də universitetdə bəzi səbəblərdən bir sayılının təmir olunmasına görə Bakı dövlətinin artıq C korpusunda oluruq. Amma bundan asılı olmayaraq Əvvəlki yəni Bakı Asiya Universiteti Aha, bəli. Amma yəni bu təcrübə zamanı bizim dərsə gəlməyimizə heç bir mane olmur. Yəni o otaq sayına görə falan əvvəl deyirdilər ki,
bəzən gəlmərik, eləmərik, amma belə olmur. Yəni müəllimlərimiz də sağ olsunlar, bizə çox köməklik göstərirlər. Biz təcrübəmizi çox gözəl aparırıq. Mən sual vermək istəyirdim ki, filologiya bitirən biri hansı ixtisaslarda işləyə bilər və iş tapmaq rahatdırmı sırf bu ixtisas üzrə? Bu haqqda məlumat verərdiniz zəhmət olmasa. Mən belə deyim ki, iş tapmaq əslində bizim bacarıqlarımızdan asılıdır. Düzdür, oxuduğumuz ixtisasdan, fakültədən də asılıdır, amma bizdən də asılıdır. Filologiya fakültəsini qurtaran biri özəl məktəblərdə işləyə bilər. Daha sonra ixtisası, yəni mütəxəssis kimi formalaşıb universitetlərdə dərsləyə bilər. Daha sonra jurnalistika fəaliyyəti göstərə bilər. Redaktor kimi və məsələn tutam ki, hansısa bir Təhsil Nazirliyində, dövlət qurumlarında da rahatlıqla işləyə bilər. Artıq filologiya məhkəmələrdə də işləməyə icazə verilib. Yəni səhv eləmirəmsə dövlət qulluğu vasitəsilə olmalıdır, amma tam bilmirəm düzünə qalanda hələ.